Salam müəllimlər, axşamınız xeyir olsun. Mən texnologiya təlimçisi Əmraslanova Cəmaləm. Bugün sizlə 7-ci sinifin 17-ci mövzusu olan detalların yivli birləşmələri mövzusu haqqında danışacağam. Baxın müəllimlər, yivli birləşmələri öyrənməzdən əvvəl mütləq yivlə tanış olmaq lazımdır. Bəs yiv nədir? Yiv, silindrik bir səthin daxilində və yaxud da ki, xaricində vintvari xətt üzrə açılmış qanovcuqdur. Baxın, bura diqqət edin. Ümumiyyətlə, baxın, bu vintdir. Bu vintdir. Bu vint daxilində, diqqət edin, daxilində bir də xaricində açılmış bir qanovcuqdur. Bu ümumilikdə bir yivdir. Burada açılıb, bir də burada açılıbdır. Bu bir qanovcuqdur. Silindrik səthdə açılmış yiv iki növdə olur. Xarici yiv, həmçinin daxili yiv. Xarici yiv dediyimiz kimi xarici silindrik səthdə, daxili yiv isə daxili silindrik səthdə olur. Xarici yiv xaricdə, daxili yiv daxildə olur. Və yivli birləşmələrin növləri var. Hansı ki, burada şayba, qayka, daha sonra vint, mil, bolt, bunları misal göstərmək olar. Və belə birləşmələr asanlıqla sökülür və yığılır. Həmçinin belə birləşmələr sökülə bilən birləşmələrdir. Və bu birləşmələrin də adları dediyimiz kimi boltdur, vintdir, mildir, şaybadır, qaykadır. İndi bunların açıqlamasına baxaq. Bolt nədir? Bolt, başlıq, digər bir tərəfində yiv olan silindrik şəklində detaldır. Başlıq, digər tərəfində isə silindrik mil olan bir bərkitici detaldır. Və onun üzərinə 6 üzlü qayka vintlənir. Onun üzərinə 6 üzlü qayka vintlənir. Hansı ki, baxın, burada indi mən sizə göstərəcəm. Bu vintlənir. Bu, bura taxılır. Mil. Hər iki ucunda yiv açılmış silindrik çubuq formalı bərkidici detaldır. Baxın, hər iki ucunda da yiv açılıbdır. Hansı ki, çubuq formasındadır. Milin bir ucuna birləşən detalların biri vintlənir, digər ucuna isə qayka vurulur. Yenə bu. Bir tərəfi detala vintlənir, bir tərəfinə qayka vurulur. Milin vintlənən ucunun uzunluğu onun salındığı detalın materialından asılıdır. Yəni, hansı materiala onu quraşdırırıqsa, həmin ucunun uzunluğu da o materiala uyğun olaraq seçilməlidir. Bəs vint nədir? Vint bir tərəfi başlıq, digər bir tərəfində yiv olur. Yiv olur və o yivə daxil olmağa imkan yaradan mil şəkilli, silindrik və konusvari çıxıntılı bərkidici bir detaldır. Bəs şayba nədir? Şayba iki tərəfi açıq deşik olan, baxın, şayba, baxın, üzüyə oxşayır. İki tərəfi açıq deşik olan disk şəkilli detaldır. Onu qaykanın və boltun başlığının altına yerləşdirirlər ki, dirəndiyi sahədə sürüşməsin və həmin sahə böyüsün, sıxılan zaman birləşdirilən detalların səthi cızılmasın. Həmçinin də çip oturulmağa köməklik göstərir. Baxın, burada görə bilərsiniz şaybanı. Baxın, bu hissə, bu şaybadır. Bu nazik olan var, bu şaybadır. O hansı ki, qaykanın altına bağlanmışdır. Qayka nədir? Qayka deşiyi və daxilində yivi olan detaldır. Söhbət bundan gedir. Hansı ki, o detalların bolt və mil birləşmələrində tətbiq edilir. Və burumların istiqamətinə görə yivlər iki cür olur. Sağ və sol yivlər. Sağ yivlər hansı ki, qayka və vint saat əqrəbi istiqamətində, sol yivlər isə saat əqrəbinin əksinə fırladılır. Elementləri millimetrlərlə, yəni metrik sistem vahidində verilən yiv
metrik yiv adlanır. Və metrik yivdə adətən belə deyim, xarici və daxili metrik yiv olur. O M hərfi ilə işarə edilir və həmçinin də onun yanında yivin xarici diametrini göstərən ədəd olur. Məsələn, M8. M nədir? M metrik yivdir. 8 isə xarici deməli diametri göstərən bir ədəddir. Yəni yivin xarici diametrini ifadə edir. Həmçinin burada baxın, bu yivin burumlarının istiqamətindir. Sağ və sol istiqamətdə olanlarda. Bu isə yivin əsas elementləridir. Ona da nəzər salın. Hansı ki o, deməli, orada profil bucağı var ki, metrik yivin profil bucağı 55-60 dərəcə olmalıdır. Və xarici yivin açılması üçün pafta və pafta saxlayandan istifadə edilir. Pafta və pafta saxlayandan. Pafta saxlayanın dəstək hissəsi mövcuddur. Həmçinin pafta iki tərəfi açıq deşikli olan, kəsici kənarları tiyə əmələ gətirən yivaçan qaykaya oxşayır, möhkəmləndirilmişdir, karbonlu xüsusi bir alət poladından hazırlanır. Pafta, pafta saxlayanda bərkidilir. Paftanı kəsilən milin üzərinə vidləyən zaman onun tiyələri səthə batır, yivli vind, yəni xət, yiv açır. Yaranan metal yonqarları deşikdən çıxır, ancaq deməli bu proses bu şəkildə yerinə yetirilir. Daxili yivin açılması üçün isə yiv burğusu və onu saxlayan tərtibatdan istifadə edilir. Hansı ki o tərtibatın da adı çığırıqdır. Və daxili yivin yiv burğusu ilə açılması prosesi şəkil 7-də göstərilmişdir. O qanovcuqdan, yiv burğusu, kəsici hissə və quyruqdan ibarətdir. Həmçinin burada təhlükəsiz iş qaydalarımız var. Mütləq şəkildə onlara da nəzarət edin. Əslində qalanda mövzumuz asan, o qədər də sadə mövzularımızdan biridir. Eyni zamanda önəmli mövzularımızdan biridir. Mütləq şəkildə nəzər salın bu mövzuya. Diqqətlə botdur, mildir, viddir, qaykadır, şaybadır. Bunların hamısını ardıcıl şəkildə öyrənin, əzbər şəkildə bilin ki, belə deyim, uyğunlaşdırma olan zaman rahat şəkildə sizə lazım olanları oradan çəkib götürə biləsiniz. Uğurlar hər kəsə, diqqətlə qulaq asın müəllimlər. Bəyənib, abunə olub şərh bildirməyi unutmayın.